Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Dünən axşam saatlarında Ağcabədi rayonu Xocavənd kəndi ərazisində 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi faktlar üzə çıxıb. Qafqazinfonun əldə etdiyi məlumata görə, qəzada həyatını itirən 5 nəfərin hamısı rayonun Boyat kənd sakinləri imiş. Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə yaşadıkları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər. Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 km olsa da, avtomobillərdən biri daha sürətlə hərəkət edərək arxadan Əazə markalı avtomobilə çırpılıb. Nəticədə idarə etmədən çıxan avtomobil yolun əks hərəkət istiqamətinə çıxıb və qarşıdan gələn digər avtomobillə yenidən toqquşub. Nəticədə Əazədə olan Hüsiyev Vüsal Məmmədoğlu, Əmrahov Sənan Aqiloğlu, Aslanov Azər Fəyyəzoğlu, Ələskərov Asman Yaşaroğlu və Aslanov Elbəy Mövsümoğlu həlak olub. Həmin şəxslərdən Sənan Əhmədov evin tək oğul övladı imiş. Qəzada onun bacısının həyat yoldaşı Azər də həyatını itirib. Qeyd edək ki, qəza nəticəsində daha 5 nəfər xəsarət alıb. Onlardan 4 artıq evə buraxılıb.